Məsələn, mən Avropalaşmaya ümumiyyətlə ölkəmiz üçün, insanımız üçün zərərli baxmıram, faydalı baxıram. Təbii ki. Çünki müasirlikdir, bir addım bizdən öndə olan, nəyəsə qanunları filanı irəlisə. Mən indiki Avropalaşmanın lehinə deyim. İndiki Avropalı ümumiyyətlə qərb anlayışında. Siyasi mədəniyyətin bəzi dəyərlərini qoysa. Amma bütövlükdə bu obraz, İrançı obrazın yeni formada dirilişidir. Nə mənada? İdeallaşdırdığım bunun alternativi nədir Azərbaycan üçün? Bugün bizim bu problem yoxdur. Biz müstəqil dövlətik. Biz müstəqil dövlətdə təhdid olaraq mən görürəm ki, bu ideyanın dirçəlməsi Azərbaycan üçün böyük fəlakətə çevrilir. Hansı ideyanın? Pənah bəyin söylediği Hansı? Qazar, Pəhləvi, Səfəvi ideyasının dirçəlməsi Azərbaycanın təzdən İrana referans etməsidir. Mən də deyirəm ki, bu burada qaranlıqdır. Bəli, Səfəvi də, Pəhləvi də qaranlıq sistemidir. Biz bu qaranlıqdan qopmuşuq. Biz qaranlıqdan qopmuşuq. Bizim bütün Sovet dövründən, Çar Rusiyası dövrü, Sovet dövrü, müstəqillik dövrü yetişdirdiyimiz aydınların %2'si, 3'ü İran'da yetişmeyip. Yani milli aydının biri yetişmeyip. Bu sistem başka bir, bize yad bir sistem de olsa, bizim milli aydınların hamısının yetişməyinin səbəbidir. Qori müəllimlər seminarı. Bu da dövlət quran, bunlar ilk anda neynədilər? Gedib Rusa işləmədilər, Rusa bağlanma, müstəqil dövlət qurdular. Və həmin dövlətin də bazasında biz dövləti bərpa elədik. İndi bizim yanaşmamız budur ki... Putinin istediyi bərpa eləmək istədiyi bir məqamda yenidən bu müstəmləkəçi ideologiyanı ortalıq etməli sənin məqsədin. Məqsədim odur ki, Azərbaycan xalqı Putinə də qarşı, sizin İrancılara da qarşı mübarizəni özünün müstəqil dövlətin müstəqil dövlətin necə yarandığının mahiyyətini anlasın və bunun da mübarizəsini mən deyiləm, mənim kimi çoxlar vardır. Sizin kimi yüzlərlə adam var. İkinci bir adam göstər. Yox, ikinci adam məni göstərməli. Mən adamları bilmirəm. Pənah bəy İrancılıqda ittiham eləmək olar mı ümumiyyətlə? Yəni əlbəttə, düşüncəcə, yox İranı. Yox demədim İranı işte. Yəni bu təfəkkür İrançılıq. Təfəkkür İrancı təfəkkür. Elçi bəy də, İlham Əliyev də hamısı Xaşasının yanında şəkil çəkdiriblər. Əslində İlham Əliyev sənin 10 qoxusu. Yox, sənə bir şey deyim. İlham Əvfəz Elçi bəy öz dövrü yox İrancı. Əvfəz Elçi bəy öz dövrünün düşüncə olaraq Türk birliyini arzulayan və onu cəsarətlə dilə gətirən lider idi. Pənah bəy nə fərqləndirir? Amma Əvfəz Elçi bəy bu tarixi varisliyi mənim hesabıma görə doğru götürmür. Sən hesabına görə? Bəli. Niyə görə doğru götürmürdü? Tarixi varislik, qanun durduğu nöqtəni doğru tapmalıyıq. Yəni bizim qanunumuz müstəmləkəçiliyinin törəməsiyik. Yox, törəməsindən bizim dədəmiz anamız Rusiya, Paskeviç, o birisi bu birisinin yaratdığı və keçişlərin gətirdiyi bəzi. Elə mən də acıqsan deyirəm ki, onun dilindən müasir. Siz bir dəqiqə. Biz müstəqil, biz Axundovu, mən həmişə deyirəm, biz Axundovu mürəkkəb qabından dünyaya... Mən Axundovsuz deyiləm, yeri gəlmiş. Deyilsən. Amma həm qacarsızsan, Səfəvisən. Yox, mən neçə dəfə dedim ki, mən dedim ki, istər Türkiyədə Osmançılıq eləməsinlər, burada da Səfəviçilik eləməsinlər. Amma Səfəvi də Osmanlı da bizim tariximizdir, biz onunla fəxr duymalıyıq, bütün qüsuru nöqtələrine baxmalıyıq, ondan yapışmalıyıq və inkar eləməməliyik. Mən də deyirəm ki, tarixinən fəxr duymazlar. Mən sənin məliyyə bir şeydir. Tarixinən fəxr duymazlar. Heç müstəmləkə tarihi ilə də fəxr duymazlar. Əslində acıyarlar ki, mən niyə bu vəziyyətə gəlib düşməliyəm? Mən fəxr duyduğum 28 mayda qurulmuş Azərbaycan Cumhuriyyətidir. Hər xalq bu cumhuriyyəti qura bilmir. Bu cumhuriyyəti quran insanların yetişdirdiyi mühiti olmasaydı, bu cumhuriyyət qurulmayacaqdı. O mühitə qarşı, o cumhuriyyət, o mühitə qarşı qurulub. O cumhuriyyət, o mühitə müqavimətə qarşı qurulub. O demək cumhuriyyət milli iradənin və milli dirənişin müstəmləkəçiliyə qarşı və müstəmləkəçi zehniyyətə qarşı qurulub. Ona qarşı qurulmuyor. Sizə elə gəlmir. Qurulub da nəyə qarşı? Bolşevik Rusiyası artıq yeni hakimiyyəti ələ keçirəndən sonra bəlli bir boşluq yarananda milli aydınlar özlərinin əvvəlcədən hazırlaşdığı proqramı həyata keçiriblər. Sonra bolşeviklər gücləniblər, bu proqram dayanıb. O niyə hazırlamışdı bu proqramı? Yenidən 91-ci ildə. Deyirlər ki, biz Rusiyadan niyə ayrılaq ki, misal üçün elə... Əvvəl elə deyirdilər. Mənim bir məsələn deyil. Məmməd Əmrəv Soyda da elə deyir.